Məsihin təlimlərini başqaları ilə bölüşəndə Tanrı bizi xeyir dualacaq öz xalqı, yəni qiymətli qablar edəcək. Müqəddəs kitab bizə bu dərsi öyrətmir. Həvari Pavel yazırdı, mən artıq yaşamıram. Mən çarmıxa çəkilmişəm və məndə yaşayan Məsihdir. Başqa sözlə, o, mənimlə qarşılaşan Məsihi qəbul edir. İçimdə yalnız Məsih aşıb daşır. Məndən pul və ya maddi şey istəməyin, Məsihi axtarın. Onda heç bir əvəz ödəmədən Məsihi sizinlə bölüşəcəyəm. Bu yolla o, hara getsə də Məsihi səylə təbliğ edirdi. Həvari Pavel Məsihi dünya xalqları ilə belə bölüşdü. İndi biz də eyni şeyi etməliyik. Bunun üçün bizdə şeytana aid olan dünyəvi şeylər deyil, Tanrıya aid olan şeylər olmalıdır. Yalnız bu halda biz ailəmizə və cəmiyyətimizə və dünyadakı bədbəxt ruhlara gələcək üçün ümid verə bilərik. Gəlin Yəhya İncili 10-cu fəsil 10 ayəyə müraciət edək. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. Burada gördüyümüz kimi Məsih demişdir ki, onun bu yer üzünə gəlişinin məqsədi bizə həyat verməkdir. Təsəvvür edin ki, dünyada hər şey ölüdür. Deyək ki, ibadətdən sonra bayıra çıxdınız və küçə o qədər sakit idi ki, sancaq düşməsi eşidilirdi. Maşınların hamısı öz yerində dayanmışdı. Bütün insanlar ölü halda küçədə uzanmışdı. Küçə boyu ağaclar quru və yarpaqsız idi. Evə gələndə pişik və it ölmüş vəziyyətdə masanın altında və divanda uzanmışdı. Özünüzü belə bir mühitdə təsəvvür edin. Təsəvvür edin ki, heç bir canlı yoxdur. Belə bir dünya düşünəndə nə qədər qorxuncdur. Razı deyilsiniz? Məsih bizə öyrətdi ki, belə bir dünya bu yer üzündəki insanların ruhani vəziyyətidir. Ancaq insanlar bunu dərk etmirlər. Buna görə də o dedi, mən gəldim ki, onlar həyat əldə etsinlər. İncil Markın 1-ci fəsil 35-ci ayəsinə əsasən İsa həyatları xilas etmək üçün təbliğ etdi. Yalnız daxilində Məsihi tam daşıyanlar insanlara Məsih haqqında tam vəz edə bilərlər. Gəlin özümüzü Məsihlə dolduraq ki, Məsihin düşüncələrinə, baxışlarına və ruhuna sahib ola bilək. Hamınızdan ürəklərinizi Məsihin yer üzündə təcəssüm etdirmək istədiyi sevgi ruhu ilə doldurmağı xahiş edərək bugünkü xütbəni yekunlaşdırmaq istərdim. Çox sağ olun.